Herkese salam, kanalıma videoma hoş gelmişsiniz. Ben Minur. Bu videoda size yolculuk vlogumu göstereceğim. Normalde bu yolculuk vlogu çekmişəm əslində. Amma indi təhsildən qayıtmışıq hətta. Amma çox sağ olsun ki mikrofonum səs kaydı eləməyib. Girişi səni sadəcə şükür ki yəni o birisi şeyləri mikrofonla çəkməmişəm. Sadəcə bu birisiləri mikrofonla çəkmişəm. O da mikrofon çəkdiyim videolarda kaydələməyib. Ona görə indidən giriş hissəni açmaq istədim. Yəni istəyirsinizsə çox vaxt itirmədən vloga keçək. Birazdan maşın gələcək və bizi götürəcək. Oradan da aeroporta aparacaq. Təxmini 1 saat falan qalıb. Kombinim də belə oldu. Məncə çox qəşəng oldu. Birazdan çıxırıq. O qədər heyecanlıyam ki. Belə bir telefonu boynuma asmaq üçün ip almışam. İndi bunu telefona asacağım ki telefonumu falan itirməyim orada. İndi evdən çıxdıq və maşını gözləyirik. Birazdan maşın gələcək. İndi maşına gəldik və indi birazdan aeroporta gedirik. İndi aeroportdayıq gördüyünüz kimi. Birazdan içəri gələcəyik. Təyyarəyə minirik. Hətta bayaq az qabaq gecikəcəkdik təyyarəyə. Qaçmışıq. Təyyarəyə minirik, amma mən çox qorxuram. Həqiqətən bilməm, yəni çox qorxuram. Birazdan qalxacaq təyyarə, amma şansıma tam qanadın üstünə düşdü oturduğum yer. Birazdan qalxacağıq, çünki dedilər ki telefonumuzu təyyarə moduna qoyun. Ona görə mən də planşetimlə telefonumu təyyarə moduna qoyacağım və birazdan qalxacağıq. Bayaq xəbərdarlıq verildi, 15-20 dəqiqəyə düşəcəyik. Onda da təbii ki atacağım. Hətta bayaq atam icazə aldı sırf video üçün. Pilotların olduğu kabinə girəcəm, orada da çəkəcəm. Çox heyecanlıyam ona görə. Həmişə yəni ora girmək istəmişəm, baxmaq istəmişəm ora necədir deyə. İndi 10 dəqiqə falan düşəcəyik və çox heyecanlıyam. Kokpitə girəcəm. Bayaq təyyarədən düşdük, sonra avtobusla aeroporta gəldik. İndi isə aeroportdayıq və transfer edəcəyik. 3 saatdan sonra bir dənə daha uçuşumuz var. İndi ora gedirik. İndi burada da lanca gəlmişik. Heydər Əliyev hava limanında da lanca getmişdik. İndi də təzədən gəlmişik. Çünki çay kofe və s. içəcəyik. İndi təyyarəni gözləyirik. Təxminən 20 dəqiqə öncə geçməliyik ora, təyyarənin qapısına. İndi də lansda oturmuşuq. Bu arada bu lansda dediyim səhər demişəm bəlkə də, amma Apple Mayas kartı ilə həm evimizə maşın gəlir, o sizə aeroporta apar, həm də belə lansda pulsuz yeyə bilirsiniz. İndi lansda oturmuşuq, belə içəcək içirəm. Bu da lime, bu Sprite kimi bir şeydir. Düzü burada zero sugar yazıb, amma çox şəkərli dad gəlir. 20 dəqiqə qalmış aeroport təyyarəyə minəcəyik. Transportla gedirik deyə ikinci təyyarəyə də minəcəyik. Sonra isə hoteldə olan yerə gələcəyik, şəhərə gedəcəyik. Sizə otelə çatandan sonra haraya getdiyimi deyəcəm. Bəlkə də başa düşmüşsünüz artıq, amma ölkəni deyəcəm. Bayaq kabinə girməyə icazə verdilər və hətta pilotun stoluna bile oturdum. O kadar qəşəng bir hiss idi ki, yəni bura şəkli qoyacağım. Bizə belə sendviç və su verdilər. Biz əslində lansda yemişdik, biraz atışdırmışdım, amma atsam təbii ki gələcəm. Təyyarədən düşdük, indi aeroportdayıq. Birazdan çamadanımızı götürəcəyik və otelimizə gedəcəyik. Balkonda.
İndi otelə gəldik və o qədər yorulmuşam ki, yatmaq istəyirəm. Birazdan yatacağam. Sabah da ilk gün vloqu çəkəcəm. Bu vloqu burada bağlayıram. Sağ olun.